Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugünkü təqdimatımız elə bir ərazidəndir ki, bu ərazidən demək olar ki, bütün müştərilərim ev axtarır. Yeni Ramanı qəsəbəsi, Nərmin marketin yaxınlığında, əsas yola da yaxın məsafədə. Qapıya qədər də asfalt yol. Sənədimiz evin də torpağında kubçasıdır. Ümumilikdə 11 sot torpaq sahəsindədir. Yerdən də 8-9 daş kürsüdə tikilib. 4 otaqdır, 150 kvadratdır. Qaz, su, işıq daimidir. Kommunallarının hamısı var. Padvala giriş var, çardağa giriş var. Evin ətrafına da arxa tərəfindən rahat şəkildə keçə bilirsiniz. Hər tərəfindən torpağından, üzr istəyirəm, zaborundan geniş məsafəsi saxlanılaraq tikilib. Evin həyəti ağlay daşlarından yığılıb. Sağdan, soldan da boş torpaq sahəsi saxlanılıb. Həyətdə də sanitar qovşağı var, kladovkası var. Evin daxilində də var. Ev uzun müddətin tikilisidir, yəni köhnə qədimi evlərdəndir. Keçək evimizin daxilinə. Qaz, su, işıq, kommunallar var. Mərkəzi kanalizasiya sistemi var. Evin altı betondur, üstü kəmərdir. Dörd bir tərəfi qoşadaşından tikilib. 2 dənə giriş qapısı var. Biri birbaşa qonaq otağınadır. Sağ tərəfdən də dəhliz hissədən mətbəx hissəsinə keçiddir. Həyətin bir də belə göstərim. Yeni Ramanın mərkəzində kim həyət ev axtarırsa, buyursun bu gözəl evimizə sahib olsun. Paket kubcalı ev, qoşadaş, betonlu, kəmərli, qiyməti 255 min manat deyilir. Real alıcılara da qiymətli indirim ev sahibi tərəfindən olunacaq. Əlavə nə suallarınız olsa, buyurun zəng edin, məlumat alın. Burada mətbəx hissədir. Solda gəlir geniş bir qonaq otağımız. Buradan da evin çöl tərəfinə qapısı var. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evlə bağlı, təqdimatla bağlı da öz fikirlərinizi şərhlər bölməsində qeyd edə bilərsiniz. ...11 sotda kubcalı, paket kubcalı, 4 otaq 150 kvadrat, qiymət də 255 min manat. Əlavə də nə sualınız olsa buyurun zəng edərək məlumat alın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.